Salam aleyküm əziz və hörmətli dostlar. Xoş gördük. Bu gün də çalışacağım ki, bir səfər ya iki səfər bu kitabdan oxuyacağıq. Kitabımızın adı Türkçəyə tərcümə olduğunun adı, yəni Türkçə adı Sümürgecinin portresi və sümürgələşdirənin portresi. Yazan Tunesli yazar, desək, profesor Albert Məmidi. Kitabın 48-ci səhifəsinə girdik. Bu 47-ci səhifədə dedi ki, milliyyətçilik və sol haqqında danışacaqdır. Sol da dedik, tamam o baxışlar ki, sosialisti, marksisti, leninisti, kommunisti, bu cür bir baxışların maoisti, hər nə ki desək da, yəni solcu. Ondan dedi ki, biz baxacaq ki, milliyyətçilik onların gözündə nədir? Və bir səfər buradan oxuduq. İkinci səfənin, 48-ci səfənin elə başından başlayaq, deyir ki, bütün bunların sonunda sosialist tavrı da milliyyətçiliyə yönəlik bəlirgin bir rahatsızlıq görüldü. Deyir ki, bunların hamısı ilə birlikdə ki, keçəcəkdə demişdi, sonucunda, yəni nəticəsində, onların sonucunda sosialist tavrında, sosialist olaraq onun rəftarında, düşüncəsində tavır dedik ki, Türkçədə həm beyinsəl düşüncələrdir, həm də rəftar, eşikdə bizim bəzi işlərimizdir. Milliyyətçiliyə yönəlik bəlirgin bir rahatsızlıq görüldü. Deyir ki, milliyyətçiyə yönəlik, yəni milliyyətçiyə tərəf, yəni qarşı da əslində, bəlirgin, yəni bəlli, aydın, görülə bilən bir rahatsızlıq görüldü. Yəni, solcularda belə bir rahatsızlıq var. İşçi partilərinin ideolojisində bir dalğalanma yaşandı. Burada Fransaya görə çox danışır. Deyir ki, hər halda kommunisti şeylərə danışır. Deyir ki, işçi hizbilər, dünən dedik ki, sosialist və komünizm ya marksizmin tapılması ilə işçilər bu iki iş gücünü ələ getirsinlər, pul gücünün qarşısında ya pul sahiblərinin qapısında güclü olsunlar, birləşdilər və hizb düzəltdilər. Deyir ki, bunların da ideolojisi, yəni o hizblər ki, işçilər haqqında karigər, bunlar haqqında idilər. Onlar da neynədilər? Bir, onların da ideolojilərində bir dalğalanma oldu. Onların içində çox qatışmalar gəldi üstə. Dalğalanma, yəni moc oldu, moclar oldu, farsça moc sözünə. Solcu gazeteci və köşə yazarlarının bu sorun karşısındakı ehtiyatlı tutumu çox anlamlıdır. Deyir ki, solcu yazarlar, yəni dedik sosialist, komünist, marksist yazarlar və habelə onların tutumları, yəni onların mövqeigiri siyasi, ideolojik, əxlaqi, rəvani, hüquqi bu mövzu tutur da, bir dənə xəbərini qarıyor, bir dənə yazıcı, bir dənə məsələ ki görür milliyyətçilərin. Bir məsələsini görür, məsələn, Güney Azərbaycanda, İranda görmürlər və ya həmlə edirlər. Mövzu tuturlar. Ya görmürlər, yəni deyirlər ki, biz görmədik, mövzu tutmurlar. Bu çox yaxşıdır məncə. Ta məcbur qalalar ki, bir mövzu tutarlar və onda həmlə edirlər. Məncə, o yerlərdə ki, bir nəfər istəmir bir şeyi məhkum eləsin, görməməyə görsə daha yaxşıdır. Görməməyə getsə daha yaxşıdır. Xüsusən Azərbaycanlılar, türklər, əgər istəmirlər bir şeyi məhkum eləyələr və istəmirlər də bir söz deyələr ki, dövlətə qarşı görünələr, tamam. Əslində o mövzuya görə danışmasınlar. Bu çox gözəldir. Deyir ki, solcu gazetəçilər, yəni mətbuatçılar, rəsanətçilər, mediaçılar və köşə yazarları dostlar, İranda deyirlər sütun nevis. Məsələn, nə deyirlər ona bir adı var idi, yadımdan çıxıbdı mütəəssifanə. İndi neçə il olar, 20 il olar ki, ruznamələrdə işləmədiyim üçün. Sərməqalə məsələn.
Bir dənə müşəxəs bir sütun olur. Bir gün, həftədə bir gün, ya 2 gün, ya 3 gün bir nəfər orada öz düşüncəsini bir məsələyə görə yazır. Ona deyirlər küşə. Sütun. İranda sütun deyirlər. Sütun nevis. Küşə yazarlarının bu sorun karşısındakı tutumları, ehtiyatlı tutumu çox anlamlıdır. Bu kuşə ya sütun nevislərin, sütun yazanların muzeyicililəri milliyyətçiliğin qarşısında çox ehtiyatlıdır. Və bu ehtiyatlığının bir anlamı var. İndi, əgər bir nəfər milli hərəkəti görür və onun haqqında yazmır, ya onun məsələləri haqqında yazmır, bunun bir anlamı var. Ya vaqəən görmür, ya istəmir o haqqda danışsın, muzey tutsun. Bu çox yaxşıdır ki, görür, amma istəmir yazsın, çünki istəmir, məsələn, dövlətlə müşkülə düşər. Amma əgər bir nəfər hər mövzuya görə yazır, Azərbaycana görə yazır, amma Azərbaycanın milli istəklərinə görə yazmır, bu adam bəllidir ki, bir ehtiyat edir. Deyir, bu ehtiyat mənalıdır. Yəni, bir şeyi ima edilir də, bu ehtiyat ki, mən niyə yazmıram? Bu konuyu olabildiyincə az ələ alırlar. Deyir ki, o ruznamenigarlar, yazarlar, küşə yazarlar, sütun nevis farsça deyirlər. Deyir, onlar bu konuyu, yəni millətçiliyi az ələ alırlar. Yəni, bu mövzunun üstündə yazmazlar, çox az yazarlar. Məhkum etməyə ya da onaylamaya cəsarət etməzlər. Deyir ki, bunlar bu mövzunu, milliyyətçilik məsələsini məhkum etməyə ya da bir şey dedi, məhkum etməyə ya da onaylamaya, təyid eləməyə cəsarət eləməzlər. Mütəəssifanə İranda fars qazetəçilər və türk yazarlar məhkum eləməyə cəsarət edirlər. Niyə? Çünki bizdə mücazat gücü yoxdur. Çünki bizdə media gücü zəifdir. Onları nəqd eləyənmirik və eləmirik, yəni heç eləyənmirik deyil, eləmirik. Bu da bahis olur ki, onlar bizi çox nəqd edir. Biz gərək onların yazılarını nəqd eləyək. Cəsarət edəməzlər. Tarixsel gələcəyi kavrayışlarına milliyyətçiliyi nasıl inteqrə edəcəklərini, inteqrə etməyi istəyib istəmədiklərini bilməzlər. Deyir ki, bu solçular tarixsel gələcəyi, yəni biz istəyirik indi Azərbaycanda gələcəyi quraq, bir milli hakimiyyət quraq və onun içində özümüzün iradəmizi, yəni öz iradəmizə milli bir hakimiyyət quraq və onun üzərində bir gələcək düzəldək. Bu gələcək tarixi, deyir ki, tarixsel gələcəyi kavrayışlarını, onu düşünmələri, onu zehnidə analiz eləmək, kavramaq bu anlama gəlir. Milliyyətçiliyi necə inteqrə edəcəklər. Deyir ki, bunlar öz düşüncələri ilə, yəni sonçular öz düşüncələri ilə, milliyyətçilik düşüncələrin bir-birinə nə cür bunları yapışdıra biləcəklər. Çünki onlar internasional vətən bilirlər, yəni heç olmasa sosialist dövlətlərin birliyin özlərinin vətəni bilirlər. Burada bir millət istemardan qurtarmaq üçün millətçilik edir. Bunu deyir bir-birinə inteqrə eləyənməzə. İnteqrə eləmək, yəni bir-birinə bunların yaraşdırmaq və bir-birinin dibinə qoymaq. Tamam. Deyir ki, milliyyətçi nasıl inteqrə edəcəklərini bunu bilmirlər. İnteqrə etməyi istəyib istəməklərini bilməzlər. Deyir, hətta bilmirlər ki, çünki bunlar bağlıdırlar, məsələn, Rusa, yəni ya Çində Maoa, ya Moskovda filan kəsə. Deyir ki, bunlar belə bilmirlər ki, bunu solçuluqla milliyyətçiliği inteqrə eləsinlər bir-birinə, yoxsa eləməsinlər, deyir, bunu da bilmirlər. Yəni, İrandakı ruznamenigarlar məsələn,
nevisəndələr, sütun yazarlar, şüşə yazarları. Bunlar da bunu bilmirlər ki, biz neyniyək biləxərə bu Azərbaycan məsələsi haqqında danışaq ya danışmayaq. Türk məsələsi haqqında danışaq ya danışmayaq. Sümürcə halklarının verdiyi qurtuluş mücadiləsi çeşitli tarixsel, sosyolojik və psikolojik nədənlərlə bəlirgin bir ulusal və ulusalcı görünüm almışdır. Deyir ki, sümürcə halkının, yəni müstəmirənin adamları, xalq da xalqlarının sümürcə xalqlarının verdiyi qurtuluş savaşı, qurtarmaq, sümürcəçilikdən qurtarmaq savaşı, mücadilə dostlar, həman savaşdır da. İndi məsələn biz mücadilə veririk. Düzdür, əlan silahla savaşmırıq. Amma əslində fikir sahəsində mücadilə veririk. Yəni savaşırıq. Bir mücadilə cədəldir. Çox məntiq və dil iləndir, yazı iləndir. Düşüncə. Mücadilə düşüncədə olur. Deyir, bu qurtuluş mücadiləsi ki aparır sümürcə əhalisi, Azərbaycanlılar, türklər, bunlar çeşitli tarixsel, deyir, cürbəcür tarixsel, yəni tarixsel boyutu var. Tarixçi, tarix əsaslı bir boyutları var. Sosyolojik, toplumsal, ictimai boyutları var. Və psikolojik və rəvanşünasanə nədənləri var. Nədənlərlə bəlirgin bir ulusal, bəlli, müşəxəs bir ulusal, milli. Ulusal dedik ki, yəni milli. Farsca milli deyilir. Biz buna Azərbaycanda el deyirik. Hər halda. Deyir ki, ulusal bir, üzr istəyirəm. Bəli, deyir ki, bəlirgin bir ulusal və ulusalcı və milli, ulusal yəni milli, ulusalcı milliyyətçi. Ya milliçi. Milliçi bir şeyi var. Görünüm alınmışdır. Bu sözdə görsənir. Yəni sümürcəçilərin mücadilələri, bu iki qurtulsunlar sümürcəçilikdən, özləri müstəqil bir dövlət olsunlar. Deyir, bu baxanlara belə görür ki, bunlar ulusal, milli və milliçilik əsasında bir mücadilə aparırlar. Bunu istədirsin. Ərz edeyim, deyir ki, Avropa solu özgürlük umudu içərisində bu mücadiləyi anlamaqdan, təşviq etməkdən və dəstəkləməkdən başqa bir şey yapamasa da bu kurtuluş girişimlərinin milliyyətçi biçimi karşısında çox yoğun kuşkular və səmimi bir huzursuzluq yaşar. Deyir ki, Avropanın solçu dedikdə şimdi onlar özgürlük umudu, onların zehnində bir özgürlük dedik amad, azadlıq umudu içərisindədirlər. Yəni bunlar bir azadlıq istirlər. Bunu dedi. Umudu var. Umudları var ki, məsələn, sümürcə əhalisi azadlığını alsın. Belə bir umudları var. Bu mücadiləyi onaylamaqdan, bu sümürcə əhalisinin, müstəmirə əhalisinin qurtuluş mücadiləsini onaylamaq, təyid etmək, təsdiq etmək, hər ikisi ərəbcə sözdür, türkçəsi onaylamaq. Onaylamaqdan, təşviq etməkdən, təşviq bizdə ərəbcə sözdür, təşviq etməkdən, bizdə alqışlamaqdan. Alqışlamaq təşviq anlamına gəlir və dəstəkləməkdən himayət, dəstəkləmək himayət. Başqa bir şey yapamasa da. Deyir, bunlardan bir ayrı bir şey görmürsən. Onların qurtuluş savaşının və azadlıq umudların deyir, dəstəkləməkdən, himayət eləməkdən, indi dalı qeysəm, təşviq etməkdən və təyid etməkdən başqa bir iş görməsə də nə oldu? Yapmasa da bu kurtuluş girişimlərinin milliyyətçi biçimi karşısında çox yoğun
kuşkular. Deyir ki, bu Kurtuluş Savaşına girişim, yəni o fikri düşüncəki var da, dedik millət və millətçi. O girişim, o moze, yəni kurtuluş girişimlərini milliyyətçi biçimi, o dedik da milliyyətçi biçim burada, yəni o vəziyyət, tür, belə bir parçanı bitirik da bir şeyə, bir paltarı bitirik. O da o cürdür, milliyyətçi biçimi. Onun karşısında, müqabilində, ziddində, qabağında çox yoğun kuşkular, çox yoğun, yəni çox böyük kuşkular, şəkləri və ha belə nələri var dostlar? Səmimi bir huzursuzluq yaşarlar. Bunların yaşadığı bir səmimi huzursuzluq var. Huzur ərəbcə sözdür, türkcədə o şey ki, Farsda aramış deyirlər, relaxation, İngilizcə, ya relax olmaq, onu deyir. Huzursuz, huzur, yəni relax, huzursuzluq, relaxin olmaması. Farsda aramış deyirlər. Rahat, eləcə yenə də ruhi cəhətdən rahat olmaq. Olur huzur. Buna ek olaraq, deyir, buna əlavə eləsək, ek olaraq, yəni əlavə. Ek əlavə deməkdir. İşçi partilərinin milliyyətçi işçi partilərinin milliyyətçi canlanışı hər şeydən öncə aynı sosialist içərik için bir biçimdir. Yəni beləsi gəlir. Deyir ki, buna ek olaraq deyək ki, işçi, dedik, solçu hizbilərin, partilərin milliyyətçi canlanış, milliyyətçil düşüncəsinin canlanması, canlanış, yəni canlanması, güclənməsi, meydana gəlməsi, hər şeydən öncə qabaq, aynı sosialist tərcih, özəli içərik, sosialist içərik için bir biçimdir. Deyir ki, sosialistin içində bir biçimdir, bir vəziyyətdir, durumdur. Pəs deyir ki, beləsi oldu. Deyir ki, bu karicər hizbləri, işçilərin hizblərinin də muzeyləri belə bir vəziyyətdədir ki, onlar da sosializmin içindədirlər. Hər nədən öncə aynı sosialist içərik, sosializmin içində olanlar için bir biçimdir. Tamam. Deyir, yəni, hizbilər də eyni o sosialistlər kimidirlər, solcular kimidirlər, bu partilər. Nihai amaç olaraq kalan toplumsal kurtuluş az çox kalıcı ulusal bir biçim durmuş, biçimə bürünmüş gibidir sanki. Deyir, sanki yəni elə bil. Elə bil ki, nihai amacı, nihai bilirik ərəbcə sözdür, yəni son, ən son amac, strateji. Son amac da hədəfdir, ərəbcədir, hədəfdə olaraq kalan toplumsal, yəni nəhai həməc qalan toplumsal, yəni milli olaraq, cəm'i olaraq kurtuluş, toplumsal belə bir düşüncəmiz var bizim indi. Azərbaycanda və türklərin içində toplumsal olaraq, yəni türk olaraq cəm'i vəziyyətdə, milli bir vəziyyətdə zehnimizdə bir kurtuluş, farsların sistemindən qurtulmaq bir şey var da bizim zehnimizdə, bir qavram var, bir düşüncə var. Deyir ki, nihai amaç olaraq kalan toplumsal kurtuluş az çox kalıcı ulusal bir biçimə bürünmüş gibidir sanki. Sanki belə nəzərə gəlir ki, bu millətin çalışması qalıcı və nəhai bir istəkdir. Azadlıq istəməsi, sümürcədən qurtulması ən son istəmə, yəni stratejik bir istəkdir. Beləsi desəm daha rahat olaram. İnternasyonallar dedik ki, o
sosialist toplumlar ildə, 2 ildə, ya 3 ildə, nə bilim neçə ildə bir dünyanın bir məmləkətində toplanırlar, bir iclas qoyurlar. Adı elə şeydir, internasionalıdır. İnternasyonallar ulusları fazla erkən gömmüşdü. Deyir ki, o internasyonal düşüncəlilər ki var idi, yığışırdılar seminə. Deyir ki, onlar ulusları, millətləri fazla erkən gömmüşdü. Onlar daha tez bu millətləri məhkum eləmişlər. Demişlər ki, millət yoxdur da, yəni cahan vətəni. Və bu millətlərin istəyin biraz tez məhkum eləmişdilər, gömmüşlər, yəni quyulamışdılar, dəfn eləmişdilər. Bunu deyir. Amma solcu milliyyəti, amma solcularda ki milliyyətçilik var olsun, sümürcə halkların mücadiləsinin ilk plandakı toplumsal içeriğini hər zaman açıq seçik kavramaz. Deyir ki, bu solcu dedik ki, milliyyətçi sözünü, kavramını, düşüncəsini ki, sümürcə xalqı onun üstlərində oradan qurtarmaq üçün mücadilə verirlər. İlk plandakı, birinci nəqşədə, birinci hədəflərindəki toplumsal içeriğini, onun içində olan şeyi hər zaman açıq-seçik kavramazlar, yəni hər zaman onu açıq, aydın, aşkar danışmazlar, deməzlər, düşünməzlər, təhlil eləməzlər. İstədi bunu desin. Pəs beləsi oldu ki, amma solcu milliyyətçi bir adam var ki, solcudur. Marksisti, leninisti, nə bilirəm, sosialisti, bunlar. Deyir, bunlar solcudular, amma milliyyətçidirlər. Deyir, bu milliyyətçi olsa da belə sümürcə xalqının mücadiləsinin haqqında açıq-seçik nəzər verməz, düşünməz. Bəlli, müşəxəs bir nəzəri yoxdur. İstir bunu desin. Dedik, pan-İranistlər, ya məsələn diqqət buyurun, dostlar, Kürdlər bizim mücadiləmizi qəbul eləmir. Hətta xüsusən ki, o solcuları qəbul eləmir. Bir iddəsi var ki, bizi təsdiq edir, təbiətən biz də Kürdlərinkini təsdiq edirik. Amma bu bir şeydir da, yəni onlar bir baxışları vardır, solcu baxışları var. Dünən də buna misal vurdum ki, hətta bir dana bizim dostumuz vardı, elə mən olan şəhərdə, Torontoda olur, burada ustad danışqahdır. Kommunistlərin, Kürd kommunist hizbilərə yaxındır, solcu hizbilərə yaxındır, onların nəşriyyələrin çıxadır, yazır. Onun üçün də onun kommunist ya sosialist olmasının rəngi əvvəl cahan vətənidir, sonra İran vətənidir, sonra da Kürd vətənidir, Azərbaycancı deyil. Onun da solçuluğu belə bir şeydir. Bunlar hər halda dedi ki, yəni istir desin ki, bir solcu əgər milliyyətçi olsa, çox da ciddi tutmaz, nəzərin deməz millətçilik haqqında. Məsələn, bizim dostlarımızdan var, mən ad gətirməyim, internetdə də danışırlar, yazırlar. Bu dostlarımıza diqqət eləsəz, görürsünüz ki, həmişə İrançılıqdan, insanlıqdan, mərzin olmamağından danışırlar. Amma İranın, məsələn, İran niyə bəs mərzi var, niyə cahan vətəni görmürsünüz? Yox, orada İran gərək qalsın, İran gərək dağılmasını deyirlər. Amma bu ki, Azərbaycanların bir haqqıları var, kiçik haqqılardan danışırlar. Amma əsli haqqı nədir? Dostlar, insanın əsli haqqı hakimiyyəti olmaqdır. Bir toplumun özünə aid hakimiyyəti olmaqdır, dövlətçiliyidir. Əgər bir toplumun bu hakimiyyətin rəsmiyyətə tanımasa biri, məncə o adam o toplumla düşməndir heç olmasa. Mən xiyanətə müttəhəm eləmirəm. Çünki xiyanət iç öz adamımızdan olar. O adam ki, bizdən həmfikirdir, o bizə xiyanət elər. Məsələn, bir nəfər gəlir, deyir, mən Azərbaycancıyam, Azərbaycan yolunda çalışır. Məsələn, bizim məlumatımızı aparır, verir ittilata, aparır, verir ona buna və bizi, məsələn, tutturur ya əziyyət elətdirir bunlar. Bu xaindir. Çünki o bizdən özün görsədir və bizdəndir. İndi əgər düşmənlə işləyir bir dəlildən dolayı, hər nə dəlildən dolayı, o xaindir. Amma bir nəfər ki, əvvəldən deyir, mən sizi rəsmiyyətə tanımıram, siz O düşməndir.
Bu qurtulur, o xain deyil. Yəni qavramları biraz dəqiq ayırmaq gərəkir. Görək ki, nə dedi? Dedi ki, tamam. Kısacası, bunu xülasə desək, qısaca xülasə sözü ki, ərəbcədir, onun türkçəsidir. Kısacası, solcu sümürcə insanının a priori dəstəklədiyi mücadiləsində mənsubu olduğu sol kanatın nə gələnəksel araçlarını, nə də nihai amaçlarını bulur. Deyir ki, kısaca desək budur bax. Nədir? Solcu bir adam ya solcu bir parti sümürcə insanının, müstəmirə insanının a priori, yəni ibtidai, əvvəliyyə, ən başdakı dəstəklədiyi, deyir, ən başdakı onun ibtidai ki, onu dəstəkləmişdi, ha dedi, bəzi şeyləri üstə dedi da, üç şeyi rəsmiyyəti tanır. Təşviq eləyir, himayət eləyir, sözdə məsələn və bir dana da demişdi. Deyir ki, əgər görsəm onu, umud verir. Umudu var idi, özgürlüyü, umudları var idi. Bu mücadiləyi anlamaqda təşviq etmə, həm anılırdı, həm təşviq edirdi, həm də himayət edirdi, dəstəklirdi. İndi deyir ki, dəstəklədiyi, o ibtidai dəstəkləyi, əvvəliyyə dəstəkləyi mücadiləsində, bunun mücadiləsi o dəstəkdir, da, himayətdir, təşviqdir. Deyir, onda mücadiləsində, onun yəni içində mənsub olduğu sol kanat. İndi solun özünün neçə qanatı vardı da, yəni neçə qolu var. Deyir ki, mənsub olduğu o qola ki bağlıdır, solun o qoluna ki bu bağlıdır, qanatına ki bağlıdır. Nə gələnəksəl, nə ürfi, gələnəksəl ürfi deyək da biz, nə ürf əsaslı araçlarını, araç vəsilə əbzar. Deyir, nə ürf əsaslı onların bir araçları, vəsilələri var, nə də nəhai, stratejik amaçlarını bulur. Deyir ki, bu solcu da onun mənsub olduğunun nə araçları, vəsilələrin bülər, tapar ki, bunun vəsilələri nədir, mənim təşviq edir, falan edir. Nə də bunun stratejisi vardı bu sümürcə insanının qurtuluş üçün. Bildiniz necə oldu? Fikirləyin ki, mən indi solcuyam, bir dana da Hizb-i Tudənin də adamıyam, məsələn, bağlıyam ona. İndi bilmirəm ki, Hizb-i Tudənin bu iki Azərbaycan haqlarına yetişsin, ona yetişmək üçün hangi əbzarlardan, vəsilələrdən, araç türkcə, araçlardan, əbzar və vəsilə hər ikisi ərəbcədir. Araçlarından geçsin, ona yetişsin o haqlarına Azərbaycanlar, türklər, ya stratejiləri nədir əslində Azərbaycan üçün? Bunu deyir, bilmirlər. Bilməz, yəni mən bilmərəm ki, mənim hizbim nə deyir? Çünki solcudur. Tamam. Bundan şu sonuç çıxır. Deyir ki, bu cümlələr şimdi buracan dedik, bu sonuç çıxar. Nə mənə? Şuna dostlar, bu ikisi də Türkiyədə hərfi işarədirlər. Bu ya şu. Bu işarədir yaxına. Məsələn, mən əlimi qoyuram kitaba, deyirəm şu səhifədə, bu səhifədə, ya bu səhifədə. O ikisi də o anlamda. Şu və su bu sonucu verər, bu nəticəni verər. Və nəticə nə nədir? Çıxar. Nədir? Bu huzursuzluq solcu bir sümürgəcidir. Üzr istəyirəm, solcu bir sümürgəcidə, yəni bir sümürgədə yaşayan və günlük həyatını bu millətçilik içində keçirən bir solcuda bəlirgin şəkildə şiddətlənir. Deyir, o ki, ha bilmədi hizb nə deyir. Mən bilmədim ki, mənim solcu hizbə ki bağlayam, o nə deyir. Deyir ki, indi bu huzursuzluq ki məndə vardı, solcu bir sümürgəcidə. Solcu sümürgəci nədir dostlar? Dedik sümürgəci nə? Sümürgəci. Hər bir, məsələn, misal bıraq farsları, türkünə farsı. Hər bir farsı ki nənədən doğulan ləhzədən
Ta o Farsi ki istihdam olubdur, ustandar, fərmandar, bəxşdar, İttilaat, polis, əmniyyət, bimaristan, pərəstar, döktür, cərrah, rəis danışqah, ustad danışqah, müəllim, hər nədə, hər işdə süpürgəçi filan, bunlar ki vardı, hamısı o dövlətə işləyirlər. Bunların hamısı sümürgəçidir. Yəni istemarçıdır. Hətta o nənədən olan uşaq ha. Çünki o nənədən olanda bir imtiyazlar, bir təbizlərə sahibdir ki, türklərin o təbizləri sahib deyirlər. O cümlədən dil sahibi olmaq, tarix sahibi olmaq, kimlik sahibi olmaq, vətən, dövlət sahibi olmaq. O elə nənədən olanda bir dövlətə aiddir. Amma biz bir dövlətə aid deyilik. Bizim bir dövlətimiz yoxdur. Onun bir dövləti var, hakimiyyəti var, milli mənafeyi var, bizim yoxdur. Bunu istədi desin ki, ona görə deyir, sümürgəçi olardı. Sümürgələşdiriləndə tüm türklərdilər. İlla istisnası içində kimlərdir? Onlardır ki, pan-İranistlər, pan-farsistlər dövləti işləyirlər. Fərq eləməz ki, çayçıdır, süpürgəçidir, üzv şuradır, şəhərdardır, idarə karməndidir, bank karməndidir, bimaristan, danışqah, müəllim, hər yer olur olsun. Bəli, o adam ki, dövlətə işləyir və İran fars gücünün xidmətindədir. Bunlar sümürgəçidirlər. İndi bunların bəzisi ola bilər ki, türklərə maildirlər, türklərin yanındadılar. Bunlara deyir, məsələn, solcu sümürgəci. Bunlar da sümürgəcidirlər. Amma məsələn, biraz dedi ki, iyi niyyətlidirlər. Burada dedi ki, iyi niyyətli sümürgəci. Bunların, məsələn, düşüncələri budur ki, biz təbii ki, bunlar da sümürgəcidirlər, amma niyyətləri türklərə görə iyidir, yaxçıdır. Tamam. Dedi ki, pəs bu huzursuzluq ki vardı, solcu bir sümürgəcidə, bunu da dedikdə kim oldu? Yəni, bir sümürgədə yaşayan, yəni bir solcu ki, o türklərin işində yaşır. Yəni, bir sümürgədə yaşayan və günlük, gündəlik, hər gün ki orada yaşır, onu deyir. Bir sümürgədə yaşır, Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncanda, hətta Tehranda yaşır və günlük həyatını yaşam, həyat yaşam. Həyat ərəbcə sözdür, yaşam anlamındadır, türkçədə yaşamdır. Bu milliyyətçilik içində günlük yaşamını harada keçirdir? Azərbaycan türk milliyyətçilik düşüncəsinin içində keçirir. Yəni, adamlar belə düşünürlər, bu da gəlir bizdən ət alır, su alır, yemək alır, içmək alır, səlam əleyk edir, gəlir, maşına minir, otobusa minir, filan bunlar. Milliyyətçilik içində keçirən bir solcuda nədir? Bəlirgin şəkildə şiddətlənir. Deyir, onun içində çox bəlli olan bir şəkildə şiddətlənir, böyüyür. Yəni deyir ki, o hizb bəlli eləmədiyi üçün bu adam əslən bəlli eləyə bilmir. Bilmir ki, nə cür bir muzey tutsun. Ən son paragrafa bu səfədən geçək, 48-ci səfənin son paragrafı deyir ki, bu mücadilədə kullanılan yönetəmlər arasında bir örnek olaraq terrorizmi ələ alalım. Deyir ki, bu mücadilələr ki, indi Azərbaycanlılar, ərəblər, bəluçlar, fars sümürgəçiliyi ilə aparırlar. Dedik, mücadilə dostlar, çox beyinsəldir, fikirsəl, düşüncəsəldir, amma eşikdə də bu görsənir. Yəni, eşikdə də rahpimalıq eləyir, məsələn, şüşə sındırır, polislə savaşır, hətta adam öldürə bilir. Mücadilənin bir tərəfi də fiziksəldir, yəni tamam beyinsəl deyil, amma çox beyinsəldir. Amma bundan bu mücadilədə ki, bizim sümürgəçi ilə varımızdır, kullanılan yönetəmlər arasında bir örnek olarak terrorizmi ələ alalım. Deyir ki, yönetəmdə, idarə, bu sümürgəçiliyi ilə mübarizədə bir idarə sistemi var, bir yönetim sistemi var. Yönetim, idarə. Deyir, bu sistemin arasında bir şeyi nümunə alaq və onun üstə bəhs edirik. Nədir? Terror. Deyir ki, istemarın əleyhinə, dostlar, diqqət buyurun, bu terror sözü işlədir. Terror sözü bizə çox 11 septembr 11-11-dən gəlibdir da, deyirlər ki, yəni 2011-ci ilin 11-ci ayının 11-ci günündə deyirlər ki, ispat olmayıbdır, iddiadır. Deyirlər ki, Taliban təyyarə ilə Amerikanın 2 dənə borcunu vurdu, dağıtdı və orada neçə adam, nə qədər adam öldü?
Çoxlu xəsarət də idi. Bunun da buna dedilər terror. Ondan bu üzə terror məsələsi ilə hər şeyə terror adı qoyurlar. Yaxşı. İndi amma görün bu 50-60 il bundan qabaq ki, 70 il ki bundan qabaq kitab yazıb, onda deyir ki, istemardan qutaran istəyən insanlar, toplumlar müdiriyyət sistemləri var. Bu müdiriyyət sisteminin içində terror məsələsi də var. Bu adam deyir. Yəni indi məsələn görürük ki, ərəblər, kürdlər, bəluçlar dururlar, Farsın sümürgəçiləri vururlar. Sümürgəçi dedik ki, ola bilər türk olsun, ərəb olsun, bəluç olsun, türkmən olsun. Onun üçün mən dostlar dəfələrcə demişəm, o sərbazlar ki, türkdülər. Amma İranı qorumaq üçün gediblər mərzilərə və kürdlər onları, ya bəluçlar, ya ərəblər onları vururlar, öldürürlər və təsadüfən türk çıxır. Bunlar bizim adamımız deyil. Bunlar bizim şəhidimiz deyil. Onlar bizim vətənimiz üçün, millətimiz üçün şəhid olmayıblar. Onlar İran üçün şəhid oldular. Və bu bizim zərərimizədir, xeyrimizə deyil. Amma bizim dostlarımız bundan əbzari olaraq bəziləri istifadə edirlər ki, məsələn, tamam, milləti çəkək xiyabana, məsələn, bunun təşkil cənazəsi bunun olsun. Bu, əslində bizim nəfrimizə qutarmır, Farsın nəfrinə qutarır. Çünki Farsın düşüncəsinin ölüsün biz daşırıq ora. Azərbaycancının yox, millətçinin yox, türkçünün yox. Biri vardı ki, deyirdi ki, məsələn, mənim fərmandehim türkün əleyhinə danışdı, tak, vurdum. Bir dana hər kəs türkün əleyhinə danışdı, türkün milli mənfəətinin əleyhinə danışdı, tohin elədi, təhqir elədi, coş dedi, mən də onu vurdum, öldürdüm. Onlar da bunu vurdular, o bizim şəhidimiz olar. İndi sərbazdır, dərəcədardır, əfsərdir, timsardır, səfəhbuddur, olur, hər nə olur olsun. Karimətdir, bu şəhid olar. Bu bizim şəhidimiz olar. Çünki bizim milli mənafeyimiz və millətçilik və dövlətçilik yolumuzda, hakimiyyət yolumuzda şəhid olar. Amma bir dana türk gəlibdi Farsın istihdamındadır. İndi ya pul alır ya almır. Sərbazlar almırlar. Amma gedibdi mərzidən ya şəhərin içində. İndi ya Kürt vurubdu, ya Fars vurubdu, ya Ərəb vurubdu, ya Bəluç vurubdu, ya Lor vurubdu, vurub ölübdü. Bu bizim şəhidimiz deyil. Bunları biz kavramları ayırmalıyıq. Farslar bundan istifadə edirək, bizdən özlərinə məşruiyyət alırlar. Bunu mən istədim burada deyəm. Hər halda. Dedi, bu mücadilədə kullanan yönətimlər arasında bir örnək olaraq terrorizmi ələ alalım, yəni əlimizə alaq və onu analiz eləyək. Analiz eləyək, yəni araşdıraq, görək ki, bu terrorizm sümürgəçi və sümürgələşdirən haqqında bu 3 dənə mövzu haqqında bu terrorun məsələsini bir baxaq görək nədir? Solcu gələneyin terrorizmi və siyasal suikastları məhkum etdiyi biliyoruz. Bilirik ki, solcular gələneyin dedik, orfi olaraq da gələnək. Gələnəyi, yəni orfi olaraq bu solcuların hamısı terrorizmi, siyasi terrorizmi və siyasi suiqəsti. Suiqəst birini vurmaq, öldürmək. Suiqəst budur. Deyir, bu suiqəsti məhkum etdiyini bilirik. Pəs bunların bir tarixsel bir şeyləri var ki, hər kəs əgər bir siyasi terror olsa, ya bir nəfəri öldürsələr, ya güllə atsalar, yarasalar, bunu məhkum edirlər. Bunlar elə burada. Sümürgə insanı bu yönətimləri kullanırsa, solcu sümürgəci bu durumdan fazlasıyla rahatsız olur. Bir, əgər sümürgə insanı bu yönetim, yəni terror və suiqəstdən istifadə eləsə, bu yönetimləri kullanırsa, kullanmaq, istifadə eləmək də ərəbcə, solcu sümürgəci dedik nədir? Bu durumdan rahatsız olar ki, bunlar niyə gəldilər, suiqəst elədilər, ya terror elədilər. Dostlar, diqqət buyurun, burada da bir qavrama mən işarə edeyim. O da terror məsələsidir. Suiqəst məsələsi. Biz terror məsələsi dedim. Amerika biraz bunu indi cəhani eləyib, bunu çox belə pis görsədir. Aha, bizim yolumuz qurtuluş üçün nədir? Bir dana dövlət var. İndi bizim dostlarımız da var, içəridə bunu da bəhs edirlər, mübahisə aparırlar. Filan kəslər durdular, gedib bir dana pasivanı öldürdülər.
Bu filan kəsin ordusu yoxdur, duracaqda İran ordusu ilə savaşa. O elə bu şəhərdə, bu küçədə, ya o şəhərdə, o küçədə, o mərzidə, o pasıqahda o İranın məmurunu öldürməyə zoru çatır. Ki bir mesaj versin həm İran dövlətinə, həm öz millətinə ki biz diriyuq, sən bizi öldürənməsən biz də səni vurarıq. Bunu da bunun əlindən alsaq, şimdi Güney Azərbaycanlıların əlindən biz bunu almışıq. Yəni solcular bunu bizdən alıblar. Biz savaşmayaq, mədəni savaşaq. Mədəni savaşı faşlar salıblar bizim ağzımıza. Ağa, əslində mədəni savaş yoxdur dünyada. Dünyada mədəni savaş yoxdur. Mədəni savaşı yerdədir ki, dövlət də mədəni ola. Bir dövlət üçün mədəni deyil, orada mədəni savaşın, mədəni hərəkətin, mədəni çalışmanın mənası yoxdur. Əslin mənası yoxdur. Biz Haşimi Rəfsəncaninin son zamanlarından bu günə qədər mədəni çalışmaq bir addım irəli almışıq. Yox. Çünki dövlət mədəni deyil. Dövlət mədəni olsa əvvəl gərək bizim hizbilərimiz ola. İndi bizim eşikdə firz edin ki 10-15 dənə hizbimiz var. Dövlət mədəni olsa bunlar hər şəhərdə ələni dəftərləri olar. O şəhərdə üzv tutarlar, o şəhərdə təbliğat elərlər, o şəhərdə nümayəndə göndərərlər məclisə, o şəhərdə mitingi qoyarlar, yəni rahpeymalıq qoyarlar, o şəhərdə çıxarlar, süxənranlıq elərlər, o şəhərdə nəzərlərin deyərlər, ya məmləkətə görə kollən nəzərlərin deyərlər, qanunlara görə nəzərlərin deyərlər, nümayəndələrə görə, şuraya görə, ustandara görə, fərmandara görə, bunların işlərinə görə, Urmu gölünə görə, mədrəsiyə görə, müəllimə görə, bir dənə müəllim bir öğrencini vurur. Bir solcu deyirəm. Əgər bizim millətimizdə 10 da his olsa, bunlar gəlsələr xiyabana amzuş pərvəş deyişələr. Kollən deyişilər. Necə ki bir müəllim gəlir xalqın uşağını vurur. Kim buna icazə veribdi? Amma bizdə çox heyf olsun ki bu terror məsələsini bilmirik. Bizim əlimizdə bir silah yoxdur savaşaq. Məcburən bu düşməni biz nə cür dalda oturaq? Kürdlərin nə yolu var? Ərəblərin, bəlusların nə yolu var? Gedib kəndə pastarlar, bir dana kətdə, həman pastarlar ki, dostlarımız bəzən deyirlər ki, niyə gəlibsən küçədə bir dana pastarı, ya bir dana kələntəri məmurunu vurursan, ya bir sərbazı vurursan, həman sərbazı götürüb gedib kəndə, kətdə 9 yaşdan yuxarı tamam erkəkli adamları öldürüblər. Bir dana 9 yaşdan yuxarı erkək yoxdur kətdə. Kim öldürüb bunu? Xameneyi özü gəlib gülləş bağlamayıb buna. Sipahpasların fərmandehlər gəlməyib ki, həman sərbaz, həman ustuvar, həman qruhban gəlib bağlayıbdır da. İndi bu bəluç neynəməlidir? Burada əli buna çatır, bunu öldürməlidir. Amma biz bunu məhkum edirik. Niyə? Çünki solcuyuq. Biz solcuların, diqqət buyurun, dostlarım biri gözəl bir söz deyibdir. Bu sözü mən ondan almışam. Adı nədir dostumuzun? Hər halda dostlarımızın biri gözəl bir söz deyib. Deyib bizim tariximizi nə mənə ki buracan tarix oxumuşuq və yazılıbdır. İran haqqında, Azərbaycan haqqında hamısı ya solcular yazıblar ya pan-İranistlər. Millətçilər tarix yazmayıblar və tarix düşündürməyiblər və düşünməyiblər. Bunun üçün bizim zehnimizi pan-İranistlər və solçuluq ki, hər ikisini də hamacı İran saxlamaq və bizi məhkum eləməkdə yazıblar. Doldurublar beynimizi tarixsel olaraq. Onun üçün bizim baxışımız da bu günləri terrora, savaşa, azadlığa kommunisti və pan-İranisti bir baxışdır. Farslar təbii ki, hökumətlərin dağıtmamaq üçün mədəni rəftara dövlətləri, milləti şeyməli. Çünki bunların dilləri var, tarixləri var, mədrəsələri var, müəllimləri var, istemardılar, müstəmirədilər, tamam millətləri sümürürlər, aparırlar ora. Onlar əgər dursalar, silahlı mübarizə eləsələr, rejimi yıxmaq deməkdir və onlar istəmirlər rejimi yıxalar. Onlar işləyirlər ki, rejimi bu adamı götürürlər, bu adamı qoyarlar. Xatəmi onlara Rəfsəncanidən, Əhmədinəcaddan yaxçıdır. Ruhani rəisidən yaxçıdır. Bunlar deyirlər ki, bir ən çox pis vardı, bir pis vardı, bir də biraz az pis vardı. Biz hangisini qəbul edirik? Deyir o adam ki, biraz az pisdir, biz onu götürsək bizə qazanar. Amma bizimki bu deyil ki. Farsınki odur, bizimki bu deyil. Bizimki budur ki, bizim dövlətimiz yoxdur, dövlətçiliyimiz yoxdur. Bizim hakimiyyətimiz yoxdur. Biz öz hakimiyyətimizə gəlməliyik ki, bizim hakimiyyətimiz bizim
mədəni haqlarımızı qoruya bilsin. İndi bizim mədəni haqqımız yoxdur ki, əgər hizb quramırıq, əgər cəmiyyət quramırıq, əgər rahbeymanlıq eləyəmirik, əgər bəyaniyyə verəmirik, əgər bir məmləkətimizdə bir istəyimizi, iradəmizi qoyamırıq dövlətin ya şəhərin boynuna, bir məsulun boynuna, yəni ki, biz yox kimi bir şey yox. Hər halda davam ediyor. Bu mücadeleleri sümürgələşdirilənlərin iradi eylemlerinden ayırmaya mücadelesinin önemsiz ve tali bir yanı haline getirmeye çalışılır. Sümürgəçilər deyirlər ki, bu mücadilə ki verdiler, suiqəst elədilər, siyasal suiqəst ya terror. Deyir ki, bunu və o birislərin içində bu ikisi misal götürdü. Yəni terrorin suiqəsti nümunə götürdü, örnək. Deyir ki, bunu bir bərləsil yap. Deyir ki, solçular bu mücadilə ki millətçilər, Azərbaycançılar, türkçülər aparırlar, bunları sümürgələşdirilənin, yəni bu adamların iradi eylemlerinden bizim irademiz üzünə olan hərəkat, eyləm əməliyyat. Eyləm əməliyyat. Nizami əməliyyat. Ya bəzi əməliyyatlar ki, milləti çəkirik xiyabana məsələn, bu da əməliyyat olur. Eyləm olur. Deyir ki, sümürgələşdirilənin, yəni türklərin iradi eylemlerinden ayırmaya çalışır. Deyir ki, bu iradələri üzərində deyil. Yəni bunlar özləri eləməyiblər. Bunları Azərbaycan dövləti, Türkiyə dövləti, İsrail, Amerika veribdi. Diqqət buyurun. Deyir ki, onlar buna deyiblər bu eləsin. Bunu dəqiqən İranda aparırlar. Hər ərəblərin, bəlusların, o Kürtlərin, ya o birisi millətlərin hamısını bağlılar İsrailə, Amerikaya, nə bilim o üzə, bu üzə bağlamırlar ərəb millətinə, bağlamırlar Bəluç millətinə, bağlamırlar Kürt millətinə, bağlamırlar Türk millətinə. Diqqət buyurursunuz. Deyir ki, bu mücadilələri sümürgəcilərin iradi eyləmindən ayırmağa çalışır. Bir, təcrid elədi. Deyir ki, bunların öz iradələri deyil. Casuslar, özlərini satmışlar, muzdurlar bu işi görürlər. İstir desin ki, ağa, hər kəs bu işi görür, Türk deyil. Türk bu işi görməz. Bunu da bizim adamlarımız da sevinirlər. Hələ bizi çıxdı qırağa, bizi öldürmədi. Biz rəsmən ölüyük, biz indi diri qalmağımızın, bu diri qalmağımızın ərzişi nədir? 100 ildir bir dənə millətin günü-gündən daha çox sümürgələşir, daha çox dilin, tarixin, ədəbiyyatın, hakimiyyətin, milli hakimiyyətin, dövlətçiliyin əldən verir. Bunun diri qalmaq xarasıdır. Bundan zəlil bir millət var. Deyir ki, bunu əvvəl bunu gəlir, deyir ki, təcziyə edir insanı. Deyir ki, mən bunlara deyim ki, əgər desən türklər suiqəst eləyiblər, olmaz, onda türklər bunu eşidərlər, deyirlər, biz bu işə girmişik. Amma gəlsən desəm ki, İsrailin əvamili, muzdurları, pul alanları, Azərbaycan Cumhuriyyətinin amilləri, nə bilim, Türkiyənin, Amerikanın, oranın, buranın şeyləri, onda bu adamları ayıraram, türklərin qabağına qoyaram. Baxın, siz türksüz, siz yaxçı adamsınız. Siz silah götürmürsünüz, məndən savaşmırsınız. Bu adamlar sizdən deyil, sizin düşmənizdirlər. Bunlar İsrailin adamıdırlar, bunlar Azərbaycanın, bunlar Azərbaycan dövlətçiliyin, bunlar Türkiyə dövlətçiliyinin, bunlar Amerika dövlətçiliyin adamıdırlar. Siz yaxçı adamsınız, bunlar pis adamdırlar. Beləsi bizi bir-birimizdən ayırır. Necə ki ayıran, deyir ki, zərgərlər etiraz ediblər. Müəllimlər etiraz ediblər. Yəni o birislərin işim yoxdur. İşçilər, filan karxananın, diqqət buyurun, bu qədər demir işçilər, hətta demir karigəranı Azərbaycan ya Türk. Deyir ki, dormendizel, traktor sazi, maşın sazinin, məsələn, bunların birinin adını gətirir, onlar bizi təcziyə elədi içəridən. Təcziyə eləyəndə deyir ki, traktor sazidir, mənə nə, mən traktor sazi deyiləm ki. O da deyir ki, o zərgərlərdir da, bazardır, mənə nə, mən bazarçı deyiləm ki. O da deyir, o müəllimdir da, mənə nə, mən niyə gedim, mən də karigərəm, maşın saziyəm. O da deyir ki, o, məsələn, nə bilim, filan işçidir, mənə nə, mən də müəlliməm da. O da deyir, o danışçıdır, mənə nə, mən də müəlliməm, mənlə müəllimlə danışçının nə rabitəsi? Bizi bir-birimizdən ayırır. Buna deyirlər təcziyə ictimai.
toplumsal bölücülük. Ağ qoyun, qərə qoyun qədimdən deyiblər o. Tamam. Fikir edirəm ki, bu kamil qəsədə atıldı. Deyir ki, mücadiləsinin önəmsiz, sonra deyir ki, bu mücadilə önəmsizdir, ərzişi yoxdur. Siz niyə bunu öldürmüsünüz? Bunun ərzişi var ki, sən durasan, bir dana ustandarı, ya bir dana fərmandarı, ya bir dana idarə kulli filanın müdürün vurasan. Bir nəfər coç deyib də onu niyə vurasan? Bunun ərzişi yoxdur. Neynir? Deyir ki, mücadiləsinin önəmsiz olduğunu sənə deyir ki, ərzişi yoxdur, önəmi yoxdur. Nə iş gördün? Məhkum deyilir. Və tali bir yanı haline gətirməyə çalışır. Tali, dostlar, yəni bir şeyin, dedim da İsrailin məsələn. Bir şeyin talisi, tali yəni dalısı, arxası, quyruğu. Deyir ki, çalışır ki, desin bu Türklər deyirlər, bu İsraillərdirlər. İstir sizin iradənizdən, sizin belə istəyiniz yoxdur. Siz bir şey istəmirsiniz ki, onun üçün adam öldürəsiniz, bir farsı öldürəsiniz, bir sümürgəcini deyək da, bir sümürgəcini öldürəsiniz. Bəlkə bu adamlar İsraildən pul alıblar, Amerikadan pul alıblar, Azərbaycan dövlətindən pul alıblar, Türkiyə dövlətindən pul alıblar, ya almayıblar, onların talisidir, onların quyruğudur. İstir bunu desin. Yəni istir desin ki, sizin iradəniz yoxdur, istəyiniz yoxdur. Və olmamalıdır. Siz qoyun düşmən farslar sizi öldürsün, istemarçı, siz öldürməyin. Hətta o qədər gediblər qabağa ki, Qandi adında bir şey düzəldiblər, bizə soxurlar boğazımıza ki, siz Qandi kimi rəftar edin. Qandinin dövründə neçə 100 min nəfər İngilislər Hindili öldürüblər. Hindilər də, Hindi mübarizlər də Qandinin özü və hizbinin bir parçası. Bir cipheydi. Baxın, Qandi bir cipheydi, hizb deyildi. Qandinin ciphəsində 10-15 dana, 20 dana hizbi var idi. Ki bunlardan fəqət Qandi və Qandinin dövrəsində bir neçə nəfər silahsız mübarizəyə etiqadı var idi. Qalanı İngilisləri və Hindili İngilis sərbazların, dərəcədarların, ustandarların, fərmandarların, müdirkulların, xarmətlərini vururdular. Yəni, yüzlər min adam da bunlar öldürdülər, onlar içi İngilisə işlirdilər. Bu bir yalandır ki, bizə deyib, Qandi elədi, Qandi belə. İkinci, Qandi bir dənə dövlət ilə tərəf idi, İngilis dövləti ilə. Ki, onda mətbuatda bir azadlıq var idi. Bu mətbuat ki, İngilisdə çap olurdular, Qandinin və Hindistan millətlərinin istəklərini yazırdılar, müdafiə edirdilər. Hanki İranda mətbuat bizdən müdafiə edir? Cami-i mədəni yoxdur. Yəni, istəyirəm deyəm ki, İngilistanda cami-i mədəni var idi, Hindistanda da cami-i mədəni var idi və bu cami-i mədəni həm Çində, ələni çalışırdı. Ələni İngilistanın özündə çalışırdı, parlimanda gedirdi, danışırdı. Bizim hangi müxalifimiz buracan parlamanla, İran dövləti ilə görüş edib, deyibdi ki, ağa, bizim Azərbaycanlara bu istəyimiz var, siz bizim bu istəklərimizi niyə vermirsiniz? Dalda da intixabatdan qabaq gəliblər, bizi toğlamaq üçün bir şeylər deyiblər, gediblər. Bu hesab olmaz. Dövlət olaraq biz kimlə? O zaman ki, kandidli dövlət deyil ki, o zaman kandiddir. Dövlət olandan sonra kiminlə, bizlə qədər cami mədəni yoxdur burada. Biz özümüzdür. Amma solçular, dedim, pan-İranistlər və solçular bizi məhkum elərlər. Və biz də bunların oyunları ilə oynarıq. Biz terrorçu dərək. Ben təəssüflə görürəm, dostlar deyir ki, baxın, təhtə millət ki, İranda farsların üzünə silah götürməyibdir, Azərbaycanlar və Türklərdir. Əhsən, çox sağ ol. Dəqiqən farsın ciphəsindəsən. Dəqiqən, ərəblər qalxsın ayağa, sən otur yerə. Sənin gücün kimin nəfinə işləyəcəkdə? Ərəbin zərərinə, farsın xeyrinə. Dostlardan bu günləri Cənab Kərimzədə bir məqalə yazmışdı, çox sevdim. Yazmışdı ki, Xameneydən soruşsalar ki, sən ərəblərdən razısən, türklərdən razısən, bəluçlardan razısən, kürdlərdən razısən. Deyəcək, mən türklərdən razıyam. Çünki onlar mənə zərər verməyiblər ki. O zaman ki, farslar, ərəblər, kürdlər, bunlar çıxırlar eşiyə, rahimalığa, türklər otururlar evlərində. Hətta farslar da çıxan eşiyə, türklər otururlar evlərində. Mənə güc verirlər ki, onları yıxam. Məni yıxmağa çalışmırlar. Ən son budur ki, məsələn, gəlirdi ki, lütfən mənə dil vericinin mədrəsədə. Dilənçidir. Qapıma gəlir, məndən dilənir, mən də ona bir şey vermirəm. Bunun mənə zərəli yoxdur ki. Nə qədər orada geçsin, futbol meydanında qışqırsın, canım Azərbaycan. İstəməyən kör olsun.
Mənə zərəri yoxdur. O ingilisli deyibdi ki, görüb əzan səsi gəlir, deyib ki, bu nə səsidir? Deyiblər ki, əzan, deyib ki, mənə zərəri var, deyib yox, deyib onu qışqırsın. İndi bizim də Azərbaycan demağımızın əgər Xameneyə, farslığa, hakimiyyətə zərəri yoxdursa, ona xeyri var. Çünki bizə xeyri ki, yoxdur. Axı, bizə xeyri gəlməyən bir şey. Kürdə xeyri var. Bəluçda xeyri var. Amma biz Farsın yanındayıq feylən. Özümüzü toğlamayıq. Bunu mən Günas TV-də də demişəm, dəfələrcə də yazmışam. Bu ilə amma dostumuz bir ayrı baxışla yazmışdı. Hizblər, Azərbaycan hizbləri əslində Xameneyinin yanındadılar. Vaqəən mən buna inanırım. Ki, biz yer alma şəklində ya da səngər şəklində durmuşuq Xameneyinin yanında. Xameneyi bizim dalımızda gizlənə bilir. Biz Xameneyə və İranlığa, İrançılığa səngər olmuşuq. Çünki ərəblər qalxırlar, Bəluslar qalxırlar, Kürdlər qalxırlar, Lorlar qalxırlar, Farsların biraz da qalxır. Biz deyirik ki, qalxsaq, Farslar gələrlər, hökumət qurarlar. Mən də yer almayam, əslən tərpəşməyəcəm, öz hökumətimi də qormayacam, hökumət də istəmirəm, dil də istəmirəm, heç iş görə bilmərəm mən. Mən elə oturum yerimə, onlar yatsınlar, mən tək qalxaram, onlar yatandan sonra mən özüm qalxaram, bunu yıxaram. Ha zaman yıxaram, nə ilə yıxaram, nə cür qalxaram, nə cür yıxaram, bunu əslən düşünürük. Diqqət buyurursunuz. Bu qədər bədbəxt bir panfarsist, mən ki brainwash deyirəm, bunlardır dostlar. Bədbəxt bir panfarsist və komünist fikrin qurbanı olmuşuq. Dünya görüşümüz, düşüncəmiz dəqiqən bir panfars kimidir. Panfarslar da ərəblər qalxanda demirlər. Əsas siz bir dənə, hətta xarici olan televizyonlara deməzlər ki, ərəblər qalxıblar, farslar siz də qalxın. Çalışarlar ki, ərəbləri aram eləyələr. Radyo, BBC, Amerika, nə bilim, o televizyon, bu televizyon ki, farslarında ha ifratiləri. Heç birisi deməz. Çünki panfars istəmir. İstəyir ki, məsələn, Xameneyi gəlsin, Pəhləvi gəlsin, Xameneyi gəlsin, Rəcəvi gəlsin, Xameneyi gəlsin falan. Bunlar istəyirlər. Biz nə istəyirik? Biz əslən kollə bunu istəmirik. Bizə ən güclü fürsət ha zamandır bunu yıxmağa. O zamandır ki, ərəblər qalxıblar, Bəluslar qalxıblar, Kürdlər qalxıblar, Farslar da qalxıblar, bölünüb içəridən. Onda polisin İran güclərinin, panfars müsəlləh güclərinin 500 min nəfər yox gücü var. Hərəsinə, hər şəhrə 10 min nəfər adam görünür. 10 min nəfər bizə yetişər. Biz 10 min nəfəri rahatca Azərbaycanda yıxa bilirik ki, ta 500 min nəfərin qabağında duraq. Axı, bu düşüncəni kim bizə veribdir? Biz niyə belə brainwash olmuşuq və bu brainwasha sevinirik? Fikir üçün fəaliyyəti siyasi edirik. Biz, mən dostlardan çox üzrəm. Bizdən ahmaq, sümürgə dünyada yoxdur. Bizdən ahmaq, sümürgə dünyada yoxdur. Ki, özünün milli mənfəətini düşünməyən pan-İranistlərin, solçuların fikri ilə İranı qorumağa çalışır. Hər zaman ki, İrana xətər düşür və o zaman ki, biz İranı yıxa bilirik, çəkilirik darıya ki, İran yıxılmasın. Biz öz şuarımızı verəcəyik, özümüz vaxtını təyin edirik. Sən niyə şuarı vermirsən, niyə özünü təyin edilmirsən? İndi ki, düşmən hər tərəfdən qalxıbdır, hər tərəfdən düşmənə hücum gətiriblər, düşmən zəifləşibdir, adamların böləcək bunların arasında zəifləyəcəkdir, yıxa bilməyəcəkdir, əgər biz də qalxsaq, niyə qalxıb, yıxıb şəhrimizə əlimizə almırıq, deyirik ki, bura Güney Azərbaycan Türk Cumhuriyyəti və özümüz istiqlalımızı elan eləmirik. Və sonra da demirik ki, Türkiyə, Azərbaycan, Amerika, İsrail, ora, bura, bizə güc verin, biz İranın qabağında dayanırıq. Bizə silah verin. İkimdir şəhərimizdəki silahlarımız da var axı biz. Şəhərlərimizin hamısı padiqandır, hamısı silahdır. Bu qədər bədbəxt millət. Sümürgələşmə, bizim beynimiz sümürgələşir. Mənim tamam dərdim budur. Bizim beynimiz sümürgələşir. Biz brainwash olmuşuq. Bizim düşüncələrimiz tamamən pan-İranistdir. Mən dedim, bizim solçularımız pan-İranistdirlər. Əslində İranda solçuluq yalan bir şeydir. Əslində solçuluq adı altında pan-İranistlik edirlər. Və bizim də adamlarımızın bir çoxu, dostlar, milli hərəkət altında işləyən insanların, onlar için, mən belə sizə deyim, baxın, onlar için 35 yaşdan yuxarıdılar, hətta 30 yaşdan yuxarıdılar. Bunların içində milli hərəkətdə gördüyünüz insanların %90'ı solçu backgrounddan gəliblər.
və pan-İranistdirlər. Bunlar brainwash olublar. Mən belə bunların içində brainwash olmuşam. Biz bunu gərək qəbul eləyək. Bunu yaşayırıq biz. Biz الان tamamen bir pan-İranist kimi fikirləşirik hər mövzuda. Dostlar, bir 6 saniyəm qaldı. Sağ olun, görüşərik. Hələlik.